Bir uşaq bunu istismar olaraq qəbul eləməyə bilər, amma ki, belə bir söz var da, səsini çıxara bilməyən uşağın səsi olmalıyıq. Onun bunu qəbul eləməməsi, onun bunu görməzdən gəlməsi o demək deyil ki, biz də bunu görməzdən gəlməliyik. Bugün biz uşaqların təhsildə mühafizəsindən danışacağıq. İngilis dilində bunun termini safeguardingdir, safeguarding olaraq bilinir. Uşaqların təhsildə mühafizəsi nədir? Bu, uşaqların rifahını yüksəltməyə və onları zərərdən uzaq tutmağa hesablanmış tədbirlər toplusudur, tədbirlər planıdır. Yəni, silsilə tədbirlər görünür və burada hədəf davamlılığı təmin etməkdir. Bu tədbirlər ilk öncə təbii ki, qanunvericiliklə başlayır. İlk qanun layihəsi bununla bağlı İngiltərədə 1989-cu ildə qəbul olunub. Hal-hazırda məktəblərdə bu istifadə olunan qanun 2015-ci ildə yazılmış. Uşaqları təhsildə təhlükəsiz tutmaq adlanan bir qanun layihəsidir və onun üzərindən məktəblərdə bununla bağlı tədbirlər görülür. Məktəbdə işçi heyəti olan istənilən kəs, məktəbdə siz bufetdə işləyirsiniz, məktəbdə başqa bir işlə məşğulsunuz. Siz də bu uşaqların mühafizəsi təlimlərini almaq məcburiyyətindəsiz məktəbə işə başlamadan öncə və ya ilk bir ayında. Qayda belə bir şeydir. Daha sonra ən gecə ildə bir dəfə olmaqla bu təlimlər yenidən verilir, yəni yenidən eyni şeyin təlimini alırsınız. Bundan əlavə müəllimlər ümumiyyətlə məktəbə uşaqlarla işləyən və ya həssas qruplar olan yetkin şəxslərlə işləyən istənilən şəxs gedib onların kriminal keçmişini yoxlayan bir sənəd alırlar. Yalnız bundan sonra siz məktəbdə işləyə bilirsiniz. Bu da həmin təhlükəsizlik, qoruma, mühafizə planlarının tərkib hissəsidir. Bu da oraya daxildir. Bundan əlavə isə İngiltərədə Ofsted deyilən bir qurum var. Təhsildə standartlara cavabdeh qurum. Bu qurum bəlli bir aralıqlarla, bu ildə bir neçə dəfə ola bilər, ildə bir dəfə ola bilər, dəqiq bilmirəm. Bəlli bir aralıqlarla məktəbə gəlirlər və bir çox şeyləri məktəblərdə yoxlayırlar. Yoxladıkları şeylərdən biri də bu mühafizə proqramının hansı dərəcədə tətbiq olunmasıdır. Yəni ümumi proses bir neçə mərhələdən keçir. İlk öncə qanun layihəsi olur, sonra o qanunun məktəbdə özünün tətbiq eləmək üçün tədbirlər planı hazırlayır. Daha sonra isə standartlara cavabdeh olan qurum gəlib bunu davamlı olaraq yoxlayır. Bəs məktəbin içində bu proses necə baş verir? Məktəb bunu necə tətbiq eləyir? Məktəbin içində dediyim kimi ilk öncə bununla bağlı təlimlər verilir. Bu təlimlərin içərisində siz istismarın növləri və bu istismar baş verdikcə hansı addımlar atılmalı, bu məsələləri öyrənməkdən əlavə həm də məktəbdə buna məsul şəxsi tanımış olursunuz. Mütləq və mütləq onu tanımalısınız, bu şəxsin kim olmağını. Çünki hadisələr baş verəndə siz onunla kontaktda keçəcəksiniz və bəzən bu çox ani, çox qəfil, təcili bir kontakta ehtiyac olmuş ola bilər. Ona görə bu insanı tanımaq bir öncəlikdir, mütləq tanımalısınız. Bu şəxs adətən məktəbin direktoru olur və ya direktorun köməkçiləri ola bilər və ya dediyim kimi digər bir məsul şəxs olur. Bu şəxslərdən əlavə bir də bizim hamımızın olduğumuz departamentin rəhbəri olur. Bu departament rəhbərinə də biz bu məsələni məlumat veririk. Yəni həm departament rəhbərinə, həm də təyin olunmuş mühafizə nümayəndəsinə bununla bağlı məlumat veririk. Bəs bu təlimlərdə, deyək ki, biz uşaqların mühafizəsinə bağlı təlimlər alanda bizə orada nə öyrədilir? Məzmun nədən ibarətdir? Mühafizə təlimlərində birinci növbədə öyrədilən şey təbii ki, istismarın növləridir. İlk öncə hər bir uşaqlarla birbaşa kontaktda olan, uşaqlarla qısaca birbaşa kontaktda olan insanlara verilir bu təlimlər. Birbaşa kontaktda olan insanlar ilk öncə nəzəri bilgini almalıdırlar. Yəni istismarın növlərini ayıra bilməlidirlər. Başa düşməlidir ki, bir hadisə baş verəndə bunu istismar olaraq biz adlandırırıqmı, yoxsa yox, bu istismar halı deyil. İlk öncə nələrin istismar olduğunu öyrənməlidirlər. Sonra əlamətləri nədir? Çünki bəzən uşaq özü yaxınlaşıb fiziki olaraq deyə bilər ki, anam məni vurdu. Anam məni davamlı təqlid edir. Amma bəzən uşaq deməyə bilər, bunu gizlədə bilər. Çünki bu istismar birinci dərəcəli qohumlardan gəlirsə, onun əslində güvənməli olduğu fiqurlardan gəlirsə, o zaman uşaq buna haqq qazandırmağa meyilli ola bilər, gizlətməyə də meyilli ola bilər. Yəni bir uşaq bunu istismar olaraq qəbul eləməyə bilər, amma ki onun bunu qəbul eləməməsi, yəni biz
belə bir söz var da, səsini çıxara bilməyən uşağın səsi olmalıyıq. Onun bunu qəbul eləməməsi, onun bunu görməzdən gəlməsi o demək deyil ki, biz də bunu görməzdən gəlməliyik. Biz həmin uşağın üzərində davamlı olaraq göz qoymalıyıq və əmin olmalıyıq ki, burada bir istismar halı baş verirmi və bu artıq əlamətləri tanıma hissəmizdir. Bu təlimin ikinci hissəsidir. Üçüncü hissəsi isə hansı addımlar atılmalıdır. Artıq biz düşünürük ki, burada bir istismar var və ya şübhələnirik sadəcə ki, burada bir istismar var. Biz burada addımlar atmalıyıq. Əslində bu çox yaxşı məqamlardan biridir mənə görə. Mən düşünürəm ki, bir çox insan belə halları görəndə o bir çaşqınlıq halı yaşayır və nə etməli olduğunu bilmir də. Fikirləşir ki, bu doğrudan bir istismardırmı ya deyilmi? Və ya istismar olduğuna əmindir, amma fikirləşir ki, mən burada bir addım atmalıyam mı ya etməmi, səssizmi qalmalıyam? Bu məsələdə həmin təlimlərdə bu təkrar təlimi alan şəxslərə bildirilir ki, siz yanılmış da ola bilərsiniz. Problem deyil. Şübhələnirsinizsə, bunu report edin. Bununla bağlı məlumat verin. Yəni, mənim bir şeydən şübhələnməyim, bunu şikayət eləməyimə artıq əsasdır. Və ya belə bir şey var ki, sizin üzərinizdə vəzifəcə sizdən yüksək olan bir insan demiş ola bilər ki, problem deyil, bu normaldır. Sizin şübhəniz keçməyibsə, yenə də bununla bağlı şikayət edin. Çünki mənim üzərimdə rəhbər vəzifədə olan bir insan göz ardı eləmiş ola bilər, özəl həyatındakı problemlərə başı qarışmış ola bilər və buna diqqət verməyə bilər və ya ümumiyyətlə ona maraqlı olmaya bilər. Amma istənilən halda mənim üçün burada prioritet bir uşağın təhlükəsizlikdə olmasıdır, rifahının yaxşı olmasıdır. Ona görə də nə olursa olsun biz bu halları mütləq və mütləq şikayət etməliyik. İstismarın növlərinə gəldikdə isə onlar bunu bir neçə qrupa klassifikasiya edirlər, bölürlər. İlk növü fiziki istismardır. Bu düşünürəm ki, ən rahat təyin oluna biləcək, ən rahat görülə biləcək bir şeydir. Fiziki olaraq bir insana bir şey eləməkdir. Bu, yəni şillə vurmaqdır, çimdikləməkdir, silkələməkdir, ona tərəf bir əşya atmaqdır. Bunlar fiziki şiddət hesab olunur və əlamətlərini tanımaq da daha rahatdır. Yəni yara izləri ola bilər, sağalmayan yaralar ola bilər. Məsələn, deyək ki, uşağın dirsəyində bir göyərti var, göy olub bədəni və nə baş verib deyəndə deyir ki, oyun sahəsində bir yerə çırpıldım, başa düşüləndir, amma biz 2 həftə sonra bu göy tam getmədən digər bir göy görürük. Bu artıq bir şübhə səbəbidir. Ümumiyyətlə, o ilk göyü gördüklərində belə bizim orada bir report formalarımız olur, yəni bir link var, o linka giririk, sorğu belə Google sorğu kimi deyək ki, dolduruq bölmələri və onu təsdiqləyirik formanı. İlk göyərtini onun bədənində gördüyümüzdən bunu qeyd edirik ilk dəfədən. Çünki biz bilə bilmərik ki, sonra neçə dəfə təkrarlanacaq. Gördüyümüz hər bir кейsi qeyd etmək məcburiyyətindəyik. Amma deyək ki, təkrarlanan fərqli zədələnmələr varsa, uşaq fiziki olaraq qorxaqdırsa, ümumi onun mental rifahında biz bir gərginlik hiss eləyiriksə, çəkinirsə, qorxursa insanlardan, yaşıdlarından və özəlliklə də ondan böyük olanlardan fiziki olaraq çəkinməsini görürüksə, ümumi əhvalında bir aşağıya doğru bir tendensiya görürüksə, bu halda biz düşünürük ki, burada bir fiziki istismar ola bilər. Fiziki istismar dediyim kimi təyin olunması çox daha rahatdır digərlərinə baxanda. Çünki hər kəs, az-çox hər kəs qəbul edir ki, fiziki olaraq birinə bir şey etmək şiddət olaraq sayılır. Digər bir əlaməti isə uşağın bunu deməsidir. Uşaqlar bəzən şikayət etmək anlamında belə olmasa, uşaqlarda ümumiyyətlə belə bir vərdiş var. Bunu kiçik yaşlı uşaqlarla işləyən müəllimlər və ya məktəb heyəti çox yaxşı bilir ki, uşaqlar bəzən qəfil gəlib böyüklərin yanında dayanıb bir şeyləri danışmağa başlayırlar öz-özlərinə və onlar bunun şikayət olunmalı bir şey olub olmadığını fərqində belə olmadan danışırlar da məsələn. Və o uşaq gəlib təsadüfən deyə bilir ki, mən dünən mama məni vurdu, ana məni vurdu, ata məni vurdu, ata məni silkələdi. Amma pis bir şey eləmədi, bir dəqiqə sadəcə silkələdi. Biz bunu görəndə uşağa heç bir şey bildirmirik, amma bunu mütləq və mütləq report edirik, məlumat veririk bu keyslə bağlı. İkinci çox geniş yayılan istismar növü isə emosional istismardır. Emosional istismar Azərbaycan cəmiyyəti daxil olmaqla bir çox cəmiyyətlərdə daha çox göz ardı edilən, çox da diqqət mərkəzinə gətirilməyən bir istismar növüdür. Çünki ümumi olaraq inanc budur ki, valideynlər və ya müəllimlər və ya hər hansı bir
yetkin insan fiquru, uşağın ətrafında olan yetkin insan fiquru onun üçün bir çox şeylər edirsə, həm də onun haqqıdır ki, zaman-zaman uşaqla bu şəkildə davransın. Amma uşağın mental sağlamlığını əgər ciddi şəkildə təsir edirsə, geriyə doğru aparırsa, burada biz bir istismardan danışa bilərik. Emosional istismar nədən ibarətdir? Uşağı davamlı olaraq tənqid eləmək, onun bacarıqlarını daha aşağı qiymətləndirmək, onun sən heç nə bacarmazsan mesajı vermək uşağa, sən onsuz da həmişə beləsən tipli yanaşma, onun məsələn dərs nəticələri aşağı olanda, məktəbdə aldığı qiymət aşağı olanda onu çox ağır şəkildə tənqid eləmək, aşağılamaq, təhqir eləmək, bu tip şeylər uşaq istismarı alçaltmaq, ona uşaq istismarı olaraq sayılır. Ona görə uşaq istismarı sayılır ki, siz uşağa fiziki olaraq bir zərər verməsəz də, mental olaraq onun öz güvəninə, özü haqqında fikirlərinə ciddi bir təsir göstərmiş olursunuz. Həmin uşağın güvəndiyi yetkinlərdən kənardan eşitdiyi səs bir müddət sonra onun iç səsinə çevrilməyə başlayır və uşağın öz güvəni inanılmaz aşağıya doğru gedir. Uşaq həqiqətən də inanır ki, o heç nə bacarmaz, o həqiqətən də inanır ki, o bacarıqsızdır, o yaşıdlarından geridir və nəticədə nə baş verir? Bu artıq uşağın akademik nəticələrində, dərs nəticələrində, məktəbdə sosiallaşmasında, konfliktləri həll etməsində yaşıdları ilə yetəri qədər gözə çarpa bilir, gözə çarpan bir hala gəlir. Məsələn, biri ilə mübahisə edirsə, uşaq haqlı olsa da özünü müdafiə edə bilmir. Niyə? Çünki özü ilə bağlı fikirləri çox aşağıdır. Ümumiyyətlə, başqa bir şey də deyə bilərəm. Məsələn, biz bunu idman dərslərində çox rahat şəkildə görə bilərik. Biz, məsələn, idman dərslərində müəllimlər diqqətli olmalıdırlar. Onlara görə fikir verirlərsə, görürlər ki, bəzi uşaqlar digərlərindən çox daha özgüvənsizdirlər. Onlar topa da yaxın getmirlər, onlar başqaları ilə də oynaya bilmirlər. Yəni, şagirdlərin digər sahələrdə olan, sinifdə, partada olanda, oturanda bu özgüvənsizlik necəsə, belə deyək də, kamuflaj oluna bilir, gizlədilə bilir. Amma idman dərsində hardakı o aktiv hərəkət içərisində olmalıdır. Biz bu özgüvənsizliyi açıq şəkildə görürük və bu özgüvənsizlik bununla bağlı, bu uşaqla bağlı qeydlər götürmək üçün yetərli səbəbdir. Emosional istismara həm də uşaqlara susaraq, uşaq bir şeyi yanlış elədiyində, deyək ki, evdə və ya məktəbdə susaraq o uşağı cəzalandırmaq, onu görməzdən gələrək onu cəzalandırmaq da daxildir. Həmçinin uşağın bacarıqlarını davamlı sorğulamaq, şübhə altına almaq da emosional istismar olaraq klassifikasiya olunur. Çünki siz qarşınızdakı bir insana, bayaq da qeyd elədiyim kimi, fiziki olaraq zərər verməsəniz də, mental olaraq, davamlı olaraq özünü sorğulamasına yol açırsınız. Və bu çox ciddi bir psixoloji və ya emosional şiddətdir. Əlamətləri bayaq qeyd elədiyim əlamətlərdən başqa biz həm də əlavə eləyə bilərik ki, məsələn, uşaq fiziki olaraq da simptomlar göstərə bilir. Məsələn, barmağını sovurur, dırnağını çeynəyir, gərgindir, çox silkələnir, özünü çox silkələyir və ya deyək ki, yaşıdları ilə ən önəmli simptomlardan biri özünü geri çəkməkdir aktivitələrdən. Bu uşaq normalda aktiv fəaliyyətlərdən özünü geri çəkmək. Normalda aktiv bir uşaq idi, indi o oynamağa marağı yoxdur, yemək fasilələrində yaşlıları ilə çox danışmır, tək qalmağa meyllidir. İstismarın üçüncü növü isə cinsi istismardır. Cinsi istismar, dediyim kimi, bizdə bəzi bölmələri Azərbaycanda bilinənlərlə eynidir, bəziləri isə bizdə haqqında çox da danışılmayan mövzulardır. Məsələn, fiziki olaraq toxunmaq, uşağın fiziki sərhədlərini pozmaq, onun icazəsi olmadan, burada icazəsi olmadan ifadəsi yanlışdır. Çünki uşaqlarda icazə deyilən bir şey, yəni consent dedikləri icazə deyilən bir şey yoxdur. Uşaq bunun fərqində deyil və heç bir halda onlara fiziki sərhədlərinin uşaqlara öyrədilməlidir qorunması və özəlliklə də onların bədəninin müəyyən hissələrinə heç bir şəkildə öz valideynlərindən başqa heç kimsə toxunmamalıdır. Başqa insanlar toxunursa, bu cinsi istismardır. Uşağa fiziki olaraq toxunmadan əlavə, həm də cinsi istismar hesab oluna biləcək şeylər, uşağın yaşına uyğun olmayan ifadələrin və görüntülərin ona öyrədilməsidir. Yəni, yaşına uyğun olmayan video göstərilə bilər, şəkil göstərilə bilər, məlumat verilə bilər, belə deyək də, cinsi həyatla bağlı onun yaşına uyğun olmayacaq dərəcədə detallı bir şey danışılması da cinsi istismardır. Yaşına uyğun olmayan söyüşlərin pis sözlərində, belə deyək,
deyilməsi, arqo kəlmələrinin istifadə olunması da cinsi istismardır və əlamətləri nədir? Əlamətləri əgər məktəbdə deyək ki, bir uşaq və ya yaşlılar ilə danışdıqda biz görürük ki, o yaşına uyğun olmayan ifadələr bilir. Cinsəllik, cinsi həyatla bağlı yaşına uyğun olmayacaq dərəcədə detallı məlumatı var. Qadın və ya kişi cinsi orqanı ilə bağlı bir daha yaşına uyğun olmayacaq dərəcədə detallı məlumatı varsa, biz burada bir istismar, yəni ki, yetkin insanın bədənini tanıyırsa bu uşaq, burada mütləq və mütləq cinsi istismarla bağlı bir həyəcan siqnalı verilməlidir, mütləq tədbirlər görülməlidir. Bunlardan əlavə isə yenə də o psixoloji əlamətlərlə bənzər əlamətlər var. Uşaq özünü digər insanlardan təcrid eləyir, dərslərində geriləmə var, sosiallaşmasında geriləmə var, dayandığı yerdə ağlayır və ya tez qıcıqlanır, tez əsəbləşir, ayaq yoluna tez-tez gedir. Oturmaqda görürsünüz ki, çətinlik çəkir, ağrı hiss edirmiş kimi görünür və ya gəzərkən çətinlik çəkdiyini hiss edirsinizsə, burada ya fiziki istismar ya da cinsi istismar ilə bağlı mütləq həyəcan siqnalı verilməlidir. Dördüncü istismar növü isə etinasızlıq və ya baxımsızlıq kimi tərcümə edə biləcəyimiz ingilis dilində neglect adlanan bir vəziyyətdir. Etinasızlıq dedikdə nəzərə tutduqları şey uşağın baxımının yetəri qədər verilməməsidir. Bu baxım həm fiziki ehtiyacları, həm də mənəvi ehtiyacları əhatə edir. Yəni psixoloji şiddətlə, emosional şiddətlə müəyyən dərəcədə bənzər tərəfləri var. Bu baxıma nələr daxildir? Uşaq yetərli geyimlə təmin olunmursa və ya təmin olunduğu geyim fəslinə uyğun deyil, yaydı, qalın geyindirilib, qışdı, kurtkası yetəri qədər isti deyil, corabları yetəri qədər isti deyil, ayaqqabısı cırıqdır və s. Papaq yoxdur, əlcək yoxdur. Yəni fiziki olaraq geyim vasitələri yetəri qədər təmin olunmayıb. Uşaq yetəri qədər yaxşı qidalanmır. Məsələn, təsadüfən sinif yoldaşı ilə danışır və siz orada eşidirsiniz ki, bu uşaq deyir ki, biz evdə ancaq makaron və çörək yeyirik. Ancaq kartoşka və çörək yeyirik, kartof və çörək yeyirik. Başqa heç bir şey yemirik. Bu onun qida olaraq, qida baxımından etinasızlıqla üzləşdiyinin bir göstəricisidir. Çünki uşaq vitamin almalıdır, vitamin deposu da olmalıdır. Bu deməkdir ki, o yetərli vitamini almır. Bundan əlavə ola bilər ki, uşağı müəyyən fəaliyyətlərdən kənarlaşdırmaq, ona icazə verməmək, dostlarla oynamağa, məktəbdə müəyyən fəaliyyətlər var, həmin fəaliyyətlərə qoşulmağa icazə vermirik, çöldə oynamır. Uşağın rifahının davam etdirilə bilməsi üçün qısaca ehtiyacı olan bir çox şeylərdən o kənar buraxılır. Tibbi olaraq uşaq etinasızlıqla üzləşə bilər. Məsələn, deyək ki, dərman içməlidir bu uşaq, amma dərmanı ona verilmir, vaxtında verilmir. Aşağı doza ilə verilir və ya yuxarı doza ilə verilir və ya doza dəyişdirilməlidir, amma valideyn onu həkimə aparmalıdır, amma aparmayıb. Uşaq qripdir və bir aydır ki, sağalmır. Bu uşaq niyə sağalmır? Sualı ortaya çıxır. Halsızdır, zəifdir. Bu deməkdir ki, yetəri qədər ya tibbi ehtiyacları görülmür, ya da qida ehtiyacları yetəri qədər görülmür. Bundan əlavə etinasızlıq həm də uşağın şəxsi gigiyenasına yetəri qədər diqqət verilməməsini gördüyümüzdə biz bunu etinasızlıq olaraq adlandıra bilərik. Məsələn, deyək ki, biz görürük ki, məktəbdə uşağın dırnaqları uzundur və kirlidir. 8 yaşındakı uşaq bunu özü təmizləməyə qabil olmaya bilər. Bu deməkdir ki, valideyn bu uşağa baxmır, yetəri qədər diqqət eləmir. Və ya paltarları kirlidir, paltarının bir yeri cırıqdır və o uşaq o şəkildə geyinir. Və ya deyək ki, uşağın dişləri qırıqdır, sarıdır, çürükdür və bu uşağın dişləri fırçalanmır. Yəni uşağa dişlərini fırçala deyən bir yetkin insan fiquru yoxdur orada, baxım verən bir fiqur yoxdur, yetəri qədər diqqət vermir bu baxım verən. Belə hallarda bu da etinasızlıq sayılır, istismar sayılır. Çünki uşaqların dişlərinə qulluğu öyrətməlidir valideyn və ya bunu ona uyğun olaraq onu stomatoloqa aparmalıdır. Əgər bunları etmirsə, bu bir istismar sayılır. Biz burada diqqət eləməliyik ki, ayıraq ki, bu ailə kasıb olduğu üçün bu şeyləri eləmir, məlumatı olmadığı üçün, bilmədiyi üçün eləmir, yoxsa ümumiyyətlə uşağı ilə maraqlanmır deyə eləmir. Çünki mənim fərdi təcrübəmdə də belə hallar olub. Ümumiyyətlə orada da bizə bir nümunələr verirlər ki, baxın bu vəziyyətdə nə edərdiniz? O nümunələrdə də görürük ki, bəzən kasıb olduğu üçün ailə bunları edə bilmir. Məsələn, mənim fərdi təcrübəmdə nə baş verdi bir dəfə? Məktəbdə mən gördüm ki, bir uşaq mənə deyir ki, "Miss, baxın, o birisi uşağın yemək qutularında, onların yemək qutusu var və o yemək qutularının biz içərisinə baxırıq.
Bu məsələn, bu etinasızlığa diqqət etmək məsələsi. Yemək vaxtı uşaqları analiz edirik. Yemək qutularının içərisində nə bilim, karbohidrat olmalıdır, meyvə olmalıdır, tərəvəzlər olmalıdır, fərqli şeylər olmalıdır. Yəni orada bir şey varsa və yetərli deyilsə və qutu boşdursa, biz onu mütləq report edirik. Bu bir istismar halı olaraq dəyərləndirilir. Uşaqlardan biri məni çağırdı, dedi ki, "Miss, baxın, onun qutusunda sadəcə çörək var." Və bunu mənə gülərək deyirdi də, yəni uşaq başa düşmürdü dediyinin nə olduğunu. Mən ora yaxınlaşdım və uşaq qutusunu açdı, mənə göstərdi və bunu mənə göstərən uşaq da mənə gülərək baxırdı və mən baxırdım ki, bu təxminən 6-7 yaşlarındaydılar və bunlar ikisi də nə baş verdiyinin fərqində deyildilər. Və mən uşaqdan soruşdum ki, sən həmişə çörək gətirirsən, ancaq bütün bölmələr çörəklə dolu idi bu yemək qutusu. Dedi ki, hə. Dedim ki, niyə ancaq çörək gətirirsən? Dedi ki, anam çünki başqa şey ala bilmir. Və məlum oldu ki, bunların maddi imkanı yaxşı deyil, onlar yemək ala bilmirlər və biz bu кейsi etinasızlıq olaraq qeyd eləmədik. Əksinə, ödənişsiz yemək, kasıb ailələrə ödənişsiz yemək təmin edirlər və mən bunu report etdim və daha sonra həmin uşağa yemək təqdim olundu. Bu şəkildə bu keys həll oldu. Yəni, kasıblıqla etinasızlığı burada biz mütləq ayırmalıyıq. Bundan başqa, ümumiyyətlə, istismarın başqa növləri də var, amma digər növlər, yəni çox detallı olaraq düşmək istəmirəm. Əsas, ən çox rast gəlinən növləri bu növlərdir. Daha çox bu növlərə diqqət etməliyik. Son olaraq isə uşaq, deyək ki, bir istismara məruz qalan bir uşağı gördük. Bu uşaqla necə danışmalıyıq? Məsələn, uşaq biz müşahidə elədik, qərara gəldik ki, bir istismar halı var və uşaq bizlə paylaşmağa başladı. Biz oturub uşaqla danışanda əvvəla diqqət etməliyik ki, mümkündürsə səssiz, sakit bir yerə, digər bir otağa məsələn aparmalıyıq, ikimiz olmalıyıq. Çünki başqa onun yaşıdları bunu eşitməməlidir. Başqa kolleqalarımızın eşitməsinə ehtiyac yoxdur əgər biz bunu report ediriksə, çünki bir insan bu haqqda yazacaq. Uşaq bizə sənə bir sirr verəcəm, amma heç kimə demə, çox xahiş edirəm, heç kimə demə deyə bilər. Uşaq bizə güvənir, bunu bizlə paylaşır. Amma biz ona heç bir halda, heç kimə deməyəcəm kimi bir söz verməməliyik. Çünki o güvən itirilməsi sonra uşağı daha da pis hala sala bilər. Qəti şəkildə heç bir halda söz vermirik. Çünki biz bunu polisə də sonra demiş ola bilərik, sosial xidmətdə də demiş ola bilərik, məhkəmədə də çıxıb bu haqqda danışmış ola bilərik. Əgər iş məhkəməyə getsə, şahid olaraq danışmış ola bilərik. Ona görə heç bir halda uşağa söz vermirik. Uşaq danışanda emosional reaksiyalar verməməyə çox diqqət edirik. Sakit şəkildə donuq bir üz ifadəsi ilə dinləyirik bu hadisəni. Çünki emosional reaksiyalar uşağı biraz da qorxuda bilər ki, mən nələr yaşayırmışam. Ya bu ona daha da pis təsir edə bilər. Uşağa sadəcə fakta əsaslanan suallar veririk. Nə, harada, necə, nə vaxt, kiminlə tipli suallar veririk. Digər sualları vermirik. Yəni öz şəxsi marağımıza görə suallar vermirik. Sadəcə fakta əsaslanan suallar veririk və fakta əsaslanan məsələləri yazırıq. Reportu yazanda məsələn şəxsi fikirlərimizi oraya yazırıq. Məncə belə idi. Mənə elə gəldi ki, tipli cümlələr qurmuruq. Nəyi demişdirsə, mümkün qədər eynisini yadda saxlayaraq, dırnaq içərisində verərək, çünki ondan sitat olaraq eynisi olaraq yazmalıyıq. Yazdığımız report ilk 24 saat ərzində yazılmalıdır. Ümumiyyətlə isə mümkün qədər tez yazılmalıdır. Çünki sonra bu report, çünki dəqiqliyi şübhə altına alınmasın deyə, çünki bu report sonra məhkəmədə istifadə oluna bilər dediyim kimi və nə qədər tez yazsaz, o qədər detalları doğru xatırlama şansınız var orada. Bu reportu biz sonra bizim bir üstümüzdə olan departament müdürümüzə məlumat verməliyik. O isə eyni zamanda da təyin olunmuş mühafizə nümayəndəsi, daha öncə haqqında danışdığımız şəxs məktəbdə bir şəxs olur bununla bağlı. Ona bununla bağlı məlumat verməliyik və yazılı olaraq da mütləq yazılı olaraq təsdiq olunmalıdır bu report. Çünki fakt sadəcə yazı və imzadır. Onun xaricində şifahi olaraq söz deyərik biz onu. Deyər ki, mən xatırlamıram və biz bunu sübut edə bilmərik heç bir şəkildə. Həmin şəxslərə bu haqqda məlumat verməyimiz yaxşıdır, amma məktəbdəki digər kolleqalarımıza bunu bölüşməməliyik. Yəni mümkün qədər bu paylaşılmamalıdır digərləri ilə və ən son olaraq biz bunu bu təyin olunmuş şəxslərlə danışdıqdan sonra sonrakı instansiyaları görmürük. Yəni bu polisə mi yönləndirildi, sosial servislərə, sosial xidmətlərə mi yönləndirildi, valideyn mi çağırıldı? Bu hissəni biz görmürük. Biz sadəcə onu report elədiyimiz hissəni görürük. Amma ingiliscə follow up deyilən кейsi izləmək haqqımız var. Bu bizim hüquqi haqqımızdır.
biz mütləq və mütləq кейsi soruşa bilərik. Məsələn, bizə heç bir məlumat vermirsə, onun haqqı yoxdur ümumiyyətlə bizə məlumat verməyə. Bizə məlumat verməlidir ki, nə baş verdi. Çünki onlar səhlənkar ola bilərlər. Biz təkrar soruşa bilərik. Əgər görsək ki, istədiyimiz reaksiyanı almırıq, bunu daha yuxarı instansiyalara özümüz şikayət edə bilərik. Bu safeguarding, yəni mühafizə ilə bağlı həmin məlumatları report edib yazılı şəkildə yazmasına əlavə, biz əgər həmin gün uşağın həyatına təhlükə olduğunu düşünürsə və ya deyək ki, anasının həyatına təhlükə var atası tərəfindən və uşaq bizə bunu deyir, biz həmin anda birbaşa polisə də yığa bilərik, birbaşa sosial xidmətlərə, qaynar xəttə də yığa bilərik. Mütləq və mütləq gözləməyimizə ehtiyac yoxdur. Çünki təcili ola bilər bəzən. Ən önəmli prinsip son olaraq iki şey qeyd etmək istəyirəm. Bir nömrəli prinsip burada təkrar məktəb işçilərinə deyilən şübhəlisinizsə, ortada qalmısınızsa, mütləq report edin. Çünki bir insanın həyatını xilas edə bilər bu. İkinci bir məsələ isə mühafizə hər kəsin məsuliyyətidir. Məsələn, biz düşünməməliyik ki, digər müəllim də gördü, qoy o yazsın. Xeyr, biz görmüşüksə, digər hər kəs göz ardı edə bilər. Bizə ən önəmli olan şey bir uşağın rifahıdır və mütləq orada yan keçməməli, bununla bağlı məlumat verməliyik.